Gəncədə döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpərdici iddialar səslənib. Bu barədə ATV kanalında yayımlanan Bizim Vətən verilişində açıqlama edilib. İddiaya görə Elgünün gözü çıxarılıb, üzü tanınmaz halda olub. Verilişdə səsləndirilən iddiaya görə hadisə 60 manata görə olub. Ondan 60 manat tələb olunub, həmin pulu verə bilmədiyi üçün bu hadisə törədilib. Dayısının dediyinə görə Elgünü tikə-tikə ediblər, daha sonra maşınla üzərindən keçiblər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat Fakültəsinin tələbəsi vəfat edib. Fakültənin Logistika və Nəqliyyat Texnologiyaları Mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Elton Xəlilzadə dünyasını dəyişib. O, beyninə qan sızması səbəbilə bir neçə ay koma vəziyyətində qalıb və bugün həyatını itirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti məlumatı təsdiqləyib. Gəncədə minik maşını evə çırpılıb, xəsarət alan var. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan Opel markalı minik maşını idarə etmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Nəticədə 1998-ci il təvəllüdlü şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobilə və evə ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Fakt araşdırılır.